Coachella festivalında ilk günüm necə keçdi? Festivala giriş saat 1-də açılır, ancaq tanıdığım bütün sənətçilər günortadan sonra çıxış elədiyi üçün mən də saat 4-də gəldim. Bu günün headlineri, yəni əsas sənətçisi Sabrina Carpenter'dı, amma ən səbirsizləndiyim Central City və Anima. Listimi də hazırlamışam. Birinci çox da məşhur olmayanlarla başlayıram və səhnələri gəzirəm. Sonra isə Central City var. Onun səhnəsində isə əvvəl Bini adlı Koreya qrupu var. Nəysə, Central C möhtəşəm idi. O qədər yaxından əsl konsertinə gəlsəm təsəvvür edə bilmirəm nə qədər pul ödəməliydim. Sonra isə işini bəyəndiyim Alman DJ Marlin Hofstad var. Ona da biraz dinlədim. Gözəl idi. Əsas səhnəyə qayıdıb 8 ildən sonra ilk dəfə çıxış edən XX qrupunu dinləyirəm. Və günün əsas sənətçisi Sabrina Carpenter. Dinləyə qaçıram başqa səhnəyə, Disclosure'ın çıxışına. Çox qulaq asa bilmirəm, çünki əsas səhnəyə qayıdıb Animanın gecə 12-dəki çıxışına baxmalıyam. Ən səbirsizliklə gözlədiyim odur. Səhnədə, bildiyin səhnənin içindəyəm. Sənətçi belə az qala məndən arxadaydı. Və show cancel oldu. Anima çıxış eləyəsiydi və qonaqlarından biri də Lisa olasıydı. Nəysə, sabah Justin və inşallah cancel olmaz burada. Nəysə, gecəni belə sonlandırdıq. Sabah Justin Bieber var. Səhifəni izlə ki, qaçırmayasan.